Ana, mən onu çox sevirəm. Bunu hər zaman nümayiş etdirə bilməsəm də. Yeganə insandır ki, mənim uğurlarıma həmişə sevinir. O, mənə görə həmişə narahatdır. Mən bir yerə gedərkən çatıb çatmadığımı həmişə dəqiqləşdirir və həyəcan keçirdir. Vaxtında yemək yemişəmmi, isti geyinmişəmmi, həmişə məndən maraqlanır. Sizcə bunlar xırda bir şeylərdir? Əsla yox. Çalışın ananızla keçirdiyiniz hər bir dəqiqənin, saniyənin qədrini bilin. Heç vaxt ananıza qarşı səsinizi yüksəltməyin. Onu sevin və onun qayğısına qalın. Çünki elə bir gün gələ bilər ki, bunu etməyə fürsətiniz olmaz. Əziz analar, Allah sizləri qorusun. Amin.